Dostlar salam. Bu videoda isə mən sizə Amazon.com platforması üzərindən necə sifariş verə bilərsiniz, onu göstərəcəm. Bu videoda biraz uzun olacaq, çünki yenə də mənim bir məqsədim var ki, bu video Amazon ilə bağlı sizin izləyəcəyiniz son video olsun. Yəni video bitər bitməz ilk sifarişinizi verə biləsiniz. Yadından çıxan yerlər olsa aşağıda rəylərə yazın, sual verin, cavablandıracağam. Çünki nə qədər olmaya 16 illik təcrübəni bir qısa video içində sığışdırmaq mümkün deyil. Lakin bacardığım qədər geniş izah etməyə çalışacağam. Daha əvvəlki videolarda qeyd etdiyim kimi bu seriyanın davamı da olacaq. Bu bir seriya şəklində videodur. Növbəti videolarda əgər kifayət qədər istək olarsa, kifayət qədər yaxşı reaksiya alarsam, növbəti videolarda Amazondan nəinki almaq, hətta satmaqla bağlı videolar paylaşacağam. Necə əlavə pul qazanmaq olar, əlavə gəlir əldə etmək olar Amazonda, o cümlədən eBay-də satış texnikalarını paylaşmağa fikirləşirəm. Mən Emil, 2009-cu ildən e-ticarətlə məşğulam. Həmçinin eyni zamanda videoqrafam və iş adamıyam. Elə isə çox uzatmadan başlayaq videoya. Birinci hesabı yaratmaqdan başlayırıq. Daxil oluruq amazon.com saytına. Niyə com, niyə biz Amerika seçirik? Çünki bildiyimiz kimi Amazon Azərbaycana göndəriş etmir. Digər saytlar Amazonun deyək ki, Kanada və yaxud UK, İngiltərədə olan versiyaları da var. Onlar üzərindən daşımaq biraz baha başa gəldiyinə görə ən sərfəlisi Amerika Amazonudur və həmçinin burada çeşidlər də genişdir. Ona görə də amazon.com saytına daxil oluruq. Sign in hesabımız varsa, amma hesabımız yoxdursa, start here klik edirik və buradan başlayırıq. Mobil nömrə və yaxud da e-mail istəyir bizdən. Gəlin birinci şərti olaraq mən nömrə daxil edəcəm. Continue. Siz bunu düzgün edəcəksiniz təbii ki. Və buradan sonra Create Account düyməsinə klik edəcəksiniz. Create Account-dan sonra bizim hesabımız artıq yaranmış olur. Hesabımıza daxil olanda yuxarı hissədə belə müəyyən reklamlar görürük. Sağ tərəfdə bizim şəxsi hesabımızla bağlı məlumatlardır. Aşağıda isə yenə də digər məhsulların reklamları bizim qarşımıza çıxır. Başlayaq Prime hesabından. Amazonda iki cür hesab var. Sadə hesab və Prime hesab. Prime hesabların aylığı təxminən $14 olmalı, səhv eləmirəmsə, hər ay ödəniş edirik. Onun qarşılığında bizə pulsuz və bir gün ərzində çatdırılmalar verir. Həmçinin Amazonun bizdə istifadə etmək demək olar ki, mümkün olmasa da, Amazon Music, Amazon Prime Video kimi xidmətləri də hamısı bunun içindədir. Biz adətən Prime-ı alırıq, çatdırmaların daha sürətli və vaxtında gəlməsi üçün alırıq və eyni zamanda müştəri xidmətlərində də Prime müştərilərə biraz daha yaxşı diqqət ayrılır həmişə. Yuxarıda solda gördüyünüz bu Prime yazısı məhz onu bildirir. Vaxt itirmədən gəlin başlayaq hər hansı bir məhsul axtarışımıza. Məsələn, bu dəfə belə bir Apple Watch Series 11 axtaraq. Göründüyü kimi burada bizim axtarış nəticələridir. Sol tərəfdə yenə də filtrlərimiz var. Yəni All Prime və yaxud çox təcili istəyiriksə Overnight Buy Elephant AM seçirik. Yenilənmiş ya da ikinci əl məhsulları seçə bilərik. Hansı brenddən olsun onları seçə bilərik. Case diameter, qiymət, rəng, digər texnologiyalar və s. Solda bizim sonsuz sayda filtrlərimiz var. Amazonda məhsulu ya Amazon özü satır, ya da başqa hər hansı bir satıcılar satır. Məhsul pəncərəsində sağ tərəfdə göründüyü kimi shipper, seller, yəni həm göndərən, həm satan Amazon olduğu görünür. Bu deməkdir ki, biz məhsulu birbaşa Amazondan alırıq. Yəni bizim məhsulu satan və göndərən Amazondur. Başqa bir nümunə göstərəcəm indi sizə. Bu məhsul nümunəsində isə ships from, yəni göndəriş yeri Amazon göstərilsə də, sold by King adlı bir satıcıdır. Yəni bu nə deməkdir? Bu deməkdir ki, məhsulu satan başqa satıcıdır, amma məhsul hal-hazırda Amazonun deposundadır. Yəni göndərişlə bağlı bütün məsuliyyət Amazonun üzərindədir, amma məhsulun keyfiyyəti, məhsulun hər hansı bir göstəriciləri artıq həmin satıcıdan asılıdır. Məsələn, satıcının üzərinə klik edib biz satıcının məlumatlarına baxa bilərik. Nə var burada? Baxırıq. Yuxarıda satıcının adı var, ulduzu var, 5 ulduz ortalaması. Son 12 ay ərzində 2161 reytingin ortalaması %100 pozitivdir. Yəni belə bir satıcı çox nadir hallarda rast gəlinir, onu da deyim. Storefront, yəni satıcının satdığı məhsullardır. Bura gəlib məhz həmin satıcının hansı məhsulları satdığına burada görə bilərik. Geri qayıdıram. Aşağıda son aldığı reytinqlər, son aldığı feedbackləri görə bilirik biz. Məsələn, burada 4 ulduz var bir dənə, ona baxaq. 4 ulduzda
şikayətlər nədəndir, ona baxa bilərik. Bu hissədə isə About Seller satıcı haqqında qısa bir məlumat təqdim olunur. Hər hansı bir sualımız varsa, buradan Ask a Question yerinə klik edirik. Bizim üçün bir robot deyək də, bir bot açılır. Botda deyirik ki, məhsul haqqında sualım var. Məhsul seçirik. Bu məhsul haqqında sualım var. Product details. Bura deyir ki, tamam, mətni yazın bura. Mən göndərəcəm satıcıya. Bütün mesajlaşmalar Amazon üzərindən olmalı. Satıcıya platformadan kənar ödəniş etmək, satıcıya sual vermək bizim, belə deyək, sonrakı prosesdə risk atır. Əgər biz kənarda danışsaq, kənarda ödəniş göndərsək, Amazon bizim hər hansı bir şikayətlərimizə sonra baxmayacaq. Ona görə də bütün suallarımızı buradan yazırıq və göndəririk. Geri qayıdırıq məhsul pəncərəsinə. Məhsul pəncərəsində burada çox maraqlı məqamlar var. Deməli nədir? Son bir ay ərzində deyir, bu məhsul 1000-dən çox alınıb. Okey, əla. 4.6 ulduzdur və bu 245 reyting ortalamasından əldə olunub. Bu da əladır. Bax, məsələn, belə bir şey ola bilər ki, 5 ulduzdur, amma 5 reytingin ortalamasından əldə olunub və yaxud 4.7-dir, 1000 reytingin ortalamasıdır. Təbii ki, hansını seçərik? 1000 reytingi seçərik. Çünki 5, 10, 50, 100 reytingdə manipulyasiya eləmək satıcılar üçün daha rahatdır. Gəlirik aşağı qiymət məsələsinə. Göstərir. $59.99 düşüb $39.99. Hətta aşağıda bir kupon var. Bu kupon nədir? Bu kupona klik edəndən sonra mən artıq klik edədiyimə görə burada bu formada görünür. Əlavə də $5 endirimdir və məhsulu $34.99 ala bilirik. Amma burada maraqlı bir sual çıxır. Gəlin görək, bu həqiqətənmi endirimə düşüb, yoxsa bu endirim saxtadır? Bunun üçün sizə bir sayt deyəcəm, qeyd edin onu. camel.com Məhsulun linkin kopyalayırıq, gəlirik bu saytda, paste, axtarışa veririk. Və bizə burada bu məhsul üçün son 1 il üçün, 6 ay üçün, bu məhsul yeni məhsul olduğuna görə burada 6 ay, 1 il görünmür. İndi başqa məhsul taparıq. Tarix səsini göstərir. Görürük ki, həqiqətən də bu məhsul satışa çıxıb bu qiymətlə, sonra düşüb biraz aşağı, sonra biraz qalxıb, sonra yenə biraz düşüb. Gəlin indi başqa bir məhsula baxaq. Məsələn, bu məhsul, mən bunu almışam noyabr ayının 30-da, göstərəcəm indi necə almışam. Deyir ki, bizə $35 düşüb $25. Tamam, okey, yaxşı, olsun. $25, 35-dən düşüb, olsun. Kopyalayırıq. Gəlirik bura. Paste. Axtaraq. Nə görürük burada? Məhsulun qiyməti mütəmadi olaraq $20 $35 arasında gedir gəlir. Yəni məhsulu $20 almaq üçün bir neçə dəfə şanslar olub. Hətta mən də o qiymət almışam, göstərə bilərəm. View order. Budur. $19.99. Lakin burada maraqlı bir məqam nədir? Bayaq qeyd etdiyim bu kupon orada görünmür. Yəni satıcı qiyməti qaldırıb kuponla da endirə bilər və yaxud kuponu ləğv edib qiyməti endirə bilər. Məsələn deyək, $50 satır, $20 kupon qoyub, $30 ala bilərik bu məhsulu. Lakin sonra kupon ləğv edir, qiyməti 50-dən 30-a endirir. Belə görünür ki, bu həqiqətən də düşüb endirimə, amma əslində zaten kuponla verirdi o qiyməti. Yəni bu məsələlərdə biraz diqqətli olmaq lazımdır. Bu Camel saytının daha asan bir yolu var. Extension, yəni browser əlavəsi qura bilirik. Həm Safari'də, həm Chrome'da mümkündür bu. Qurmuşuq biz bura. Sadəcə bir kliklə görə bilirik. Gəlin başqa məhsula baxaq. Məsələn, burada nə var? Tutaq ki, bu məhsul olsun. Buna kliklədik. Məhsulun qiymət tarixçəsini görə bilirik ətraflı. Və biz burada alarm oluşdura bilərik ki, məsələn, $65 düşəndə save veririk, bizə bildiriş göndərsin. Çox işə yarayır. İndi isə deyək ki, məhsulu bəyəndik, rəylərinə baxdıq. Rəylər bu arada burada olur. Klik elədik. Baxın, təkrar göstərirəm. Bura klik elədik. Açılır, aşağıda yazılır. Şəkil və videonun olan rəylər olur. Onlara da baxa bilərik. Buy now klik edib birbaşa ala bilərik, yaxud da add to cart səbətimizə əlavə edə bilərik. Bu hissədə no thanks seçirik. Qarantiyaya ehtiyac yoxdur. Onsuz da biz Amerikada olmadığımız üçün qarantiya bizdə işə yaramayacaq. Məhsul gəlir düşür bizim səbətimizə. Sonra daxil oluruq səbətə. Görünür ki, buradakı məhsul var. Biz hər hansı birini seçib və yaxud hamısını birdən seçib ödəniş eləyə bilərik. Seçəndən sonra Proceed to Checkout düyməsini klik edirik. Bizə növbəti bir pəncərə açılır. Deyirəm, ehtiyac yoxdur digərlərinə. Davam edək. Hara çatdırılacaq? Bu hissədə biz daxil oluruq
kargo şirkətimizin bizə verdiyi ünvanı. Məsələn, mən indi nümunə olaraq Comex üzərindən gedəcəm. Biz Comex hesabımıza daxil oluruq. Burada xaricdəki ünvanların bölməsindən full name, birinci adres, ikinci adres, telefon nömrəsi, şəhər, ölkə, ştat və zip kod məlumatlarına olduğu kimi yenə ünvan əlavə edib bu hissəyə yazırıq. Comex burada bir nümunədir. Əgər istəsəniz, mən kargo şirkətləri haqqında əlavə bir video çəkib paylaşacağam sizinlə. Növbəti mərhələdə isə ödəniş soruşur. Change düyməsinə sıxıb əlavə hər hansı bir kart əlavə edə bilərəm. Visa və Mastercard kartlarını dəstəkləyir. Burada əsas önəmli olan məsələ odur ki, kartı əlavə edəndə valyuta hissəsində məhz dollar seçin. Dostlar, kartınız manat kartı olsa belə yenə də dollar seçin. Niyə belə edirik? Çünki dollar seçəndə bizim bankımızın seçdiyi valyutaya uyğun konvertasiya olunur. Amma biz kartımızı manat olaraq seçsək, Amazonun tariflərinə uyğun konvertasiya olacağına görə daha yüksək komissiyalar çıxacaq. Dollar seçirik və dollarla da ödeyirik. Onsuz da bankın bizdən manat kartımızdan belə dollar çıxanda çox sərfəli tariflərlə çıxır. Ondan sonra bizim çatdırılma üçün olan vaxtlarımız var. Baxın, məndə burada seçimlər görünür. Fast, yəni sabah, hətta çox qısa vaxt ərzində, bir neçə saat ərzində çatdıra bilər. Və yaxud bir günə çatdırılsın və yaxud Amazon Day. Bunlar nədir? İndi bunları izah edirəm. Birincisi deyim ki, əgər Prime olmasanız, Prime olmayanda çatdırılma müddətləri təxminən 4-5 gün, bir həftəyə qədər, hətta bəzi məhsullarda 10 günə qədər uzana bilir. Prime olanda isə niyə bu qədər seçim verir? Ola bilər ki, siz bir neçə məhsul sifariş verirsiniz və fərqli satıcılardan olur. Bu zaman Amazon günü seçirik. Məsələn, burada deyir sentyabrın 24-nə. Biz Amazon günü dəyişə bilərik. Amazon günü dəyişəndə tarix avtomatik adaptasiya olacaq. Baxın, Tuesday olsun. Biz istəyirik ki, sentyabrın 23-ü gəlsin bağlamamız, 21-i gəlməsin. Onu seçə bilərik. İndi fasta qaytarıram. Orderın totalını göstərir. Çatdırılma 3 dollar oldu, amma yenə də 3 dollar endirim verdi bizə. Və place your order deyib sifarişimizi tamamlayırıq. Təbii ki, ödəniş məsələsində Amazonun özü Amerika vətəndaşları üçün çox geniş imkanlar təqdim eləyir. Taksit, kredit və s. Amma bizdə onlar heç birisi keçərli deyil. Ancaq və ancaq plastik kartlarla ödəyə bilərik. Bir məsləhət daha, çalışın ki, virtual kart yaradasınız və həmin o virtual kartla ödəyəsiniz. Çünki fiziki kartı təhlükəsizliyə görə hər bir sayta yazmaq məsləhət görülmür. Bundan əlavə, kartınızda beynəlxalq ödənişlər açıq olmalıdır. Bunu demək olar ki, bütün bank tətbiqlərimizdə kart menyusundan asanlıqla dəyişə bilərsiniz. Beynəlxalq ödənişlər bağlıdırsa, Amazon üzərindən ödənişləriniz həyata keçməyəcək. Sifarişimizi tamamladıqdan sonra isə bizim sifarişimiz gəlir burada gördüyümüz Orders bölməsinə. Biz Orders bölməsində son 2 ay üzrə, son 3 ay üzrə, məsələn 2023-cü il sifarişlərimə baxıram mən. Belə bir stabilizator almışam. Təbii ki, bu mərhələdən sonra sifariş məsələsi bir Amerikalı üçün artıq bitmiş sayılır. O oturub evdə bağlamasını gözləyir. Lakin bizim üçün əlavə bir mərhələ daha var. Belə ki, o mərhələdə odur ki, biz Smart Customs'da bağlamamızı bəyan etməliyik. Və nə vaxt olacaq bu? Satıcı bağlamamızı göndərir, bağlamamız xarici ambara çatır və biz onu Smart Customs'da bəyan edirik. Bu Smart Customs məsələsi və yenə də deyirəm, kargolar üzrə əlavə suallar olarsa, düşünürəm ki, bu barədə mən video çəkim. Elə bir video istəyirsinizsə aşağıda rəylərdə yazın. Hələlik bugünün mövzusu Amazon idi. Amazonla bağlı deyə biləcəyim bu qədər. Yadımdan çıxan hər hansı bir nüans varsa, mütləq sual verin rəylər bölməsində, cavablandırmağa çalışacağam. Sağ olun, növbəti videoda görüşənə qədər.